Herkese salam kızlar. Sabahınız xeyirli, gününüz uğurlu olsun inşallah. Mən bugün saat 8-dən durmuşam, qonağımız gəlir və sizlər üçün çəkə bilmədim. Tələsik çəkirdim deyə stolunu belə düzəltmişəm. Belə bilinçli hazırlamışam həmişəki kimi. Belə şirniyyatımı qoymuşam. Belə. Burada da dolmam bişir. Qızlar, qonaqlar yedilər, getdilər. Qonaqlar deyəndə bir dənə yoldaşımın əmisi gəlmişdi. Gəlib daha doğrusu. Bizdə də indi gediblər başqa yerdə gəzməyə. Yedilər, qabları falan götürdüm. Bunlar qaldı. Bunları da tez yığışdırım. Belə. Yeməyə maz olar deyə biraz da yemək əlavə elədim. Çayımı qoydum üstünə. Belə qablarımızı yuyaq. Bu yuyalanları yerbəyer eləyək. Belə. Sonra bu şirniyyatı falan da stolun üstünə yığaq. Sonra görək neynəsəm çəkərəm. Kızlar, buraları təmizlədim. Yeməğim hazır. Qablarımı yudum, rakvinamı təmizlədim. Qabları belə yudum. Buralar belə tərtəmiz. Süfrəmi yenidən təzədən qurdum. Belə. Bir dənə qaldı pizzoslamaq. Hələ ki mətbəxlik. Buralar da belə tərtəmiz. Mətbəxin son halı belə. İndi isə gedim mən yerləri pizzoslayım, sonra işimizə davam edək. Herkese bir daha salam kızlar, necəsiniz, keyfiniz, halınız necədir? Kızlar, bu videonu burada saxladım. Gecədən çəkdiyim video var idi, markete getmişdik, hansı ki dedim bunu da bu videoya əlavə edeyim, çünki gün sonu olmayıb hələ.
Yəni video qısa olmasın da. Marketdə də bir-iki abur-cubur almışdıq. Onları dediyim sizlər üçün çəkeyim. Bəlkə sizlərə də bir fikir olar. Kızlar, bu arada sizlərə də marketdən nə aldığımızı göstərim. Belə bir Araz marketdən Bubblegum adında belə bir sok aldıq. Birinci səfər idi alırdıq, amma çox qəşəng idi. Ümidvaram ki, yenə alacağıq. Yəni dadı o birisi soklara nisbətən belə deyim də çox qazlı değildi. Belə bir sos aldıq. Bunu deyəsən Rahat marketdən aldıq. Bu da pis değildi, amma çox pendir dadı gəlirdi də, bir çürüydü, çox qəşəng değildi. Belə bir sandviç aldıq. Bunu da Araz marketdən aldıq. Toyuqlu aldıq. 2 manat idi. Səhv eləmirəmsə bir ədədi. Belə bir qızım üçün çöplü sok aldıq. Yəni bəyəndi. Sonra isə yenə belə bir sandviç aldıq. Sonra süt burger deyəsən, 4 dənə belə süt burger aldıq. Bu da endirimdə idi. Deyəsən biri səhv etmirəmsə 50 qəpiyə düşmüşdü. Və nəhayət ki, neçə vaxtda axtardığım belə burni şokoladları var idi. Heç bir marketdə yoxdur, sadəcə İran mağazinlərdə var. Amma nəcəbsə Rahat marketdə var idi. Kilosu 15 manat idi. Yəni çox qəşəng idi. Bir dəfə alıb sınamağa dəyər. İndi isə qızlar, sizdən bir xahişim budur ki, videomu bəyəndinizsə bəyən tuşuna basmağı, yorum yazmağı, çoxlu abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Hələlik.